21 dekabr gün dönümüne özel sizinle çok güçlü praktikalar edeceğiz. 21 dekabrda 19.03'te 19.05'te enerji portalı açılır ve biz bu portala temiz niyetle, yeni niyetlerle, yeni ümitlerle, başlangıçlarla girmek için bugünkü praktikanı etmeliyik. Biz bunu təxmini 1 saat qabaq, misal üçün saat 6'da təxmini siz başlayacaqsınız. Saat 7 üçün siz bitirəcəksiniz. Kim tam bitirməsə, yəni siz girirsiniz ora həmin bu yeni enerjilərlə. Yəni portal zaten açılır. Siz eləsəz də, eləməsəz də bunları, amma kim eləməyəcək, elə necə var, elə də girəcək o portala və portalda hamısı güclənir. Kim isə edəcək, o artıq yeni ab-havada ora girəcək. Bugün bizdə olacaq iki praktika. Biri siz edirsiniz saat təxmini 6'da, digərini isə siz gecə edəcəksiniz və ayın 21-dən 22-sinə keçən gecə bu sizdə olacaq. Məncə olacaq maraqlı və bu çox enerjilidir, bu çox güclüdür və mənəvi olaraq çox vacibdir. Belə öz daxilində təmizliklər etmək və ümumiyyətlə anlamaq, özünü fokuslandırmaq. Mən konkret olaraq nə istəyirəm? Çünki bəli, hamı istəyir pul, sevgi, sağlamlıq, bu. Amma hər kəs üçün sevgi də fərqli anlayış daşıyır. Pul da, sağlamlıq da, ailə huzuru da və s. Deməli, siz nə edirsiniz? Təxmini saat 6'da sizdə var iki yol bunu etmək. Kimsə bunu edə bilər telefon kamerasına. Orada sizə lazım olacaq danışmaq. Kimsə isə bunu edə bilər yazmaqla. Fərqi yoxdur. Sadəcə, əlbəttə ki, yaxşıdır ki, siz bunu eşidəsiniz və tam fikrinizi izah edəsiniz. Amma yenə də var insanlar, kimlərə yazmaq daha rahatdır ya da ki, şərait imkan vermir oturub nəsə danışmaq. Amma misal üçün yazmaq şərait imkan verir. Buna görə də özünüz seçin, siz nə etmək istəyirsiniz. Deməli, bizdə var bir neçə həyat sferası. Burada siz indi qeyd eləyin, yəni ki, həmin günə qədər, həmin ana qədər siz özünüzdə sanki fikir formalaşdırırsınız, nədir, nə deyil və necə siz bunun üzərində işləyəcəksiniz. Deməli, pul, sevgi, sağlamlıq, iş ya da ki, özünü ifadə, bu çünki var insanlar, kimlər işləmir, istəyir işləmək ya da ki, bəlkə kimlərdəsə biznes var. Əgər səndə heç bir şey yoxdur, misal üçün evdar xanım və ümumiyyətlə onun işə çıxmağa fikri yoxdur. Yəni mən ümumiyyətlə bu həyatda nə edirəm? Mən öz həyat yoldaşıma baxıram, mən uşaqları böyüdürəm. Yəni ki, bu da sənin işindir. Heç kəs bunu dəyərdən salmasın. Səyahət və maraqlar, ailə, ətraf və mənəviyyat. Bunları siz yazırsınız və lazım olacaq sizə iki suala cavab vermək. İndi mənim həyatımda, bu sferada nə baş verir, necədir, nə dərəcədə razıyam və necə olmasını istəyərdim. Nəyin dəyişilməsini istəyərdim ya da ki, nə gəlsin mənim həyatıma, nə çıxsın mənim həyatımdan. Yəni, nə istəyirəm ki, olsun. Və indi mən sizə əlbəttə ki, nümunələr gətirəcəm. Misal üçün, mən sağlamlığın üstündə misal gətirəcəm, çünki indi biraz çətin dönəmdəyəm və sağlamlıq mövzusu mənim üçün indi çox və çox önəmlidir. Və mən deyirəm, bunu ya yazmaq olar, ya da ki, siz kameraya danışırsınız. İndiki vəziyyət nədir? İndiki vəziyyətimdə məndə falan diaqnozlarım var, müalicələr alıram, dönəm çox çətin keçir, mənim üçün həm mənəvi, həm fiziki, normal həyat tərzi
tərzindən məhrum qaldım, bəzi idmanlarımı edə bilmirəm, bəzi xoşladığım işlər görə bilmirəm, səyahət edə bilmirəm, çünki normal yemək yeyə bilmirəm. Və nə istəyirəm, nə olsun. Və burada mən demirəm ki, mən sağalmaq istəyirəm, mən istəyirəm bir də heç vaxt xəstələnməyim. Mən burada deyirəm, mən sağlamam. Mən öz sağlamlığım üçün həmin o təşəkkür hissini hiss edirəm. Və bunları dedikcə, ya da ki yazdıqca doğrudan da gözünüzün qabağında sanki canlandırır. Prosta mən sağlamam, mən hoppanıb düşürəm, mən idmanla məşğul oluram. Yox, siz canlandırırsınız. Necə bu olur? Necə özünüzü hiss edirsiniz? Mən rahat, normal, sevdiyim yeməklərimi yeyə bilirəm. Mən onları yeyəndə dostlarımla deyib gülməkdən həzz alıram və bunları doğrudan da gözünüzün qabağında canlandırırsınız. Bunlar sanki siz bu dəqiqə yaşayırsınız və bu niyyət sizin üçün bu sanki 21 dekabrda və növbəti il üçün. Əlbəttə ki, istəyirik ki, ömür boyu belə olaq. Belə nəzərdə tuturuq. Yəni ki, növbəti ildə bunlar bizdə başlasın yaranmağa, biz bunların artıq bəhrəsini başlayaq dadmağa. Sonra mən rahat, istədiyim kimi öz idmanlarımı edə bilirəm. Hikinga getmək istəyirəm və artıq orada gedirəm, çünki sağlamlığım mənə bunu imkan verir. Mənim bədənim daha dözümlüdür, daha güclüdür və mən bu gücü hiss edirəm. Mən rahat yatıb dura bilirəm və özümü mənəvi və fiziki gümrah, güclü, ayıq, enerjili hiss edirəm. 2 nümunə. Sonra nə götürmək olar? Gəlin nümunə götürüm o insanlarda, kimlərdə işlə bağlı. Kimlərdə iş var, amma sən istəyirsən, yəni ki, indi nə var? İndi mən işləyirəm filan yerdə, filan vaxtdan filan vaxta, filan vəzifədə bəlkə və gəlirim bu qədərdir. Amma mən nə istəyirəm? Burada var önəmli bir məqam, nəyə siz diqqət etməlisiniz. Nə vaxt siz elə bir işdə işləyirsiniz ki, orada siz indi olduğunuz yer bu sizin üçün limitlidir. Yəni ki, bu sizin maksimumunuzdur. Orada kimsə qabağa gedə bilməz, ya da ki, qabağa gedə bilərsə də bu siz olmayacaqsınız, bu olacaq da bilmirəm. Onların öz qoxumları. Ya da ki, bu işdə o siz istədiyiniz maaş yoxdur. Amma siz hiss edirsiniz ki, potensial daha güclüdür, daha böyükdür və siz istəyirsiniz keçmək fərqli bir gəlir səviyyəsinə. Bu niyə sönür, mən bilmirəm. Gəlir səviyyəsinə. Bunların haqqında danışanda hazır olun ki, ola bilsin, bu iş yerindən siz çıxmalı olacaqsınız. Və əgər siz indi öz xoşluğunuzla oradan çıxmırsınız, özünüzə öz xoşluğunuzla iş axtarmırsınız, cəhdlər etmirsiniz, yəni ki, yanmırsınız o fikirlə ki, o istəklə ki, o arzuyla ki, mən buradan çıxmalıyam, mən daha çoxuna layiqəm. Çox güman ki, bunlar başlayacaq yavaş-yavaş dağılmağa, ya da ki, birdən-birə dağılmağa və siz, burada var 2 yol. Kimsə başlayır, oy, necə yazığam, oy, necə pisdir, hər şey dağılırdı, mən istəyirdim yaxşı şeylər olsun, amma hər şey başladı dağılmağa. Bəzən o, bilirsiniz, astatkalar dağılmalıdır ki, normal bizə layiq olanlar gəlsin bizim həyatımıza. Yəni buna hazır olmalısınız. 100% yox, milyon%. Eyni insanlar kimlər münasibətdədir və gözləyir ki, ay evlənim, ailə həyatı qurum, belə olum, amma siz hansısa zibilin içindəsiniz, heç o münasibət adlandırmaq olmur, bütün gün ağlayırsınız, sizi incidirlər, siz dəyər görmürsünüz, özünüz də özünüzə dəyər vermirsiniz və s. Amma istəyirsiniz normal şeylər, onda bu zibilxana da almalıdır ki, ora gəlsin və siz orada gözəl bağça aça bilərsiniz. Поэтому
Buna diqqətli olmaq lazımdır və hazır olmaq lazımdır. Tak, və işlə tam sən deyirsən mən istəyirəm falan vəzifəyə ya da ki falan yerə işə düzəlmək, mən istəyirəm, mən artıq falan maaş alıram və sən sanki oradasın, sən artıq onu alanda nə edəcəksən? Sən vuracaqsan podrugama, dostuma, ailəyə, bilirsən mən artıq bu işdəyəm, bilirsən mən artıq tam falan qədər qazanıram, gedək qaqan sənə qonaqlıq versin ya da ki podruga sənə ürəyində istəyir, Zara'dan alsın və ikimiz də sevinək və s. Yəni onu sən alanda konkret olaraq nə olacaq? Və kimsə düşünür, oy mən belə yaşayacağım, belə yaşayacağım. Konkret hansısa hisslər, bilmirəm, bəlkə stol açırsan və görürsən ki, hamı sənin yanına gəlir və səni təbrik edir. Bunları danışmaq lazımdır. Bunları ya danışırsan ya da ki yazırsan. Kimlər evdar xanımlardır? Bilirəm ki, bu bir çox evdar xanımın yaralı yeridir. Sizin üçün mən ayrıca video hazırlayacağım. Ki, mən heç bir iş görmürəm, mən heç nə eləmirəm. Qızlar, siz anlamırsınız, amma siz bu həyatı udmuşsunuz. Nə vaxt sizə ehtiyac yoxdur. Biri var, sən özün xoşluqla gedirsən işə, nəsə qazanırsan, vəzifəyə qalxırsan və s. Biri də var, ehtiyacdan gedirsən, çünki sən getməsən, işləməsən, sənin gəlirin olmayacaq. Və nə qədər siz xoşbəxtsiz ki, siz belə bir düşüncələrlə, belə bir yüklənməmisiniz. Və siz nə deyirsiniz? Artıq sizin işlərinizdə nədir? Bəlkə kiməsə köməklik lazım idi evdə. Bəlkə kimsə istəyirdi ki, uşaqlar üçün nə bilim, hansısa krujok tapsın ya da ki, nəsə axtarırdı ki, sənin işin daha rahat olsun. Necə özünü ifadə etmək istəyirsən bu həyatda? Bəlkə sən istəyirsən hansısa biznes yaratmaq ya da ki, istəyirsən həmfikirli insanları tapmaq və sən deyirsən, bugün mənim işim gücün ancaq ev işlərindən ibarətdir və bilmirəm, uşaqları tərbiyə etmək və yoldaşıma qulluq etmək. Amma mən əlavə nə istəyirəm və aldatmayın özünüzü ki, siz iş istəyirsiniz. İnanın ki, heç kəs iş istəməz. Yəni, iş bu, səhər tezdən sən durursan, gedirsən işə, oturursan bütün günü orada, sonra axşam belə qayıdırsan, bütün günü dinləyirsən, непонятно hansısa söhbətlər, ancaq işdə, orada hansısa inkişaf yoxdur, orada hansısa maraqlar yoxdur. İstisna hallar var əlbəttə ki, və bu ən çox xarici işlər ya da ki, hansısa indi bizdə dövlət strukturlarda, böyük strukturlarda var hansısa inkişaf, maraqlı bir şeylər. Amma gündəlik proses eynidir. Və burada bəlkə hansısa maraqlı bir məşğuliyyət tapmaq istəyirsən. Bəlkə çoxdan istəyirdin və artıq bəlkə buna başlayırsan sən 2026-cı ildə və buna deyirsən ki, mən öz maraqlarıma uyğun iş tapdım və bu iş ya da ki, bu proses mənim diqqətimi çəkir və mən onunla məşğulam. Çalışın, düşünün nə haqda gedə bilər söhbət. Çünki sizdən başqa bunu heç kəs bilə bilməz. Baxın, hansı yeni proseslər, hansı yeni məşğuliyyətlər sən əlavə etmək istəyirsən gündəlik həyatı var. Və bu haqda sanki başlayırsan danışmağa. Bəlkə yenə də evdə sənə hansısa nəsə köməkçi lazımdır. Ya pribor ya da ki, hansısa insan. Bunlar haqqında da danış və bunları istə. Bunları denən ki, artıq bunlar məndə var. Və misal üçün, artıq məndə evdə robot pilisos var və mən daha çox vaxtımı uşaqlara ya da ki, kitab oxumağa, öz inkişafıma, hansısa maraqlı işə istifadə edə bilirəm. Ümid varam bu hissə anlayışlıdır və belə hər bir mövzuya, səyahətlərə kimsə getmək istirdi. İndi nədir? İndi mən ildə bir neçə dəfə səyahət edirəm. Bəlkə məni qane edir, bəlkə məni qane etmir, daha çox istəyirəm. Və yeni ildə mən artıq falan ölkəyə getdim. Necə, bəlkə hansısa kontent yaratmaq istirdim, bəlkə hansısa şəkilləri gördüm və nələri isə görüb
içində o istək oyandı ki, ora getmək istəyirəm. Və sən bunları deyirsən ki, getdim, falan yeri gördüm, orada şəkil çəkdirdim, belə elədim. Yəni, hər bir sferaya həmin o həyat qatmaq lazımdır. Sadəcə mən Londona, Fransaya, tam bilmirəm, Dubaya getdim. Yox, gedib orada nə edirsən, gedib orada nələri yaşayırsan, gedib hansı yeməkləri orada dadırsan, gedib nələri orada görürsən. Yəni ki, bunlar çox önəmlidir. Və bunları sən hamısını yazdın və sadəcə saxlaya bilərsən. Sadəcə hansısa dəftərdə bunu yaza bilərsən. Əgər qorxursan ki, birdən kimsə axtarar, tapar, nə bilim, sənə gülər və s. sən onları indi gecə deyəcəm, nə edə bilərsən? Şamda yandıra bilərsən. İndi biz onsuz da şam hissəsinə keçəcəyik. Və kim sadəcə video qaydını yazıb, telefonda siz bunu gizlədə bilərsiniz. Orada var, gizləd. Ya da ki, okey, əgər yenə də qorxursuz, tam çöt, okey, silin geçsin. Əsas siz bunları, heç olmasa onu sabah silin geçsin, həmin dəqiqə yox. Və gecə siz nə edirsiniz? Ayın 21-dən 22-sinə keçən gecə, təxmini 11:50-də siz bunu başlaya bilərsiniz ki, o sizdə sonra gecə boyu yansın. Deməli, siz qoyursunuz 7 dənə qəpik stolun üstünə. 7 dənə qəpik dairə kimi düzəldirsiniz. Ortaya qoyursunuz şam. Bir kağızda siz yazırsınız, mən pul maqnitiyəm və bu kağızı qoyursunuz şamın altına və bir də kimlər o əvvəlki dediyim tapşırığı elirdi, kağızda yazırdı, siz də onu qoyursunuz şamın altına. Deməli, bu şam yanacaq, o axıra kimi sönməlidir. Buna görə də bu tip şamlar siz götürmürsünüz, çünki bunlar nə vaxtda yanıb sönəcək. Adi şam siz götürürsünüz. Və orada qoyursunuz elə ortaya, qoyursunuz stəkan su. Yəni, sizdə belə bir şey alınmalıdır. 1, 2, 3, 4, 5, 6, 7. O tak siz qəpikləri qoydunuz. Və burada stəkan su və şamda. Fərqi yoxdur, yəni ki, o olmalıdır ortada, içində, o dairənin içində. Şam yaxşı olardı əgər siz yaşıl götürsəydiniz, amma yaşıl yoxdursa adi ağşam ola bilər. Amma heç bir halda bu şam kilsədən ya da ki, hansısa dini yerdən götürülməməlidir. Bu olmalıdır adi şam. Və ora qoydunuz. Bu kağız elə həmin stəkanın da altındadır, biraz şamın da altındadır. Belə düzdür. Sonra bu şam axıra kimi yanır, özü sönür. İndi altına nəsə qoyun ki, pajar olmasın evdə. Və səhər duranda siz bu suyu içəcəksiniz. Sonra həmin o kağızları ya saxlaya bilərsiniz, ya da ki, əgər istəmirsiniz saxlamaq, onları yeni il gecəsi yandıra bilərsiniz. Harada tam arzular yandırırsınız və s. Bu arada yeni il ərəfəsi üçün mən sizə hazırlamışam bir dənə də rituallar marafonu. Orada olacaq enerji təmizləməsi, orada olacaq, qoy baxın burada nə hazırlamışam sizə. Orada olacaq çox güclü meditasiya və yenə bir dənə də ritual arzu üçün. Sonra orada olacaq sizdə buraxmaq keçmiş əlaqələri, bağları, nə bilim, enerjiləri, hansılar artıq sizə köməklik etmir, artıq sizin üçün işləmir və öz gücünüzü qaytarmaq, sizə aid olanları qaytarmaq. Orada olacaq sizdə çox güclü pul üçün ayrıca başqa bir ritual. Onu mən hər il edirəm və çox gözəl nəticələr də alıram. Yenə arzu üçün və kodlar olacaq. Pul kodu, sevgi kodu və kod bolluk, bərəkət kodu. Yəni 29-u, 30-u, 31-i, 1-i, 2-si və 3-ü sizin üçün olacaq praktikalar. Olacaqsınız
evdə, istirahətdə və bunları edə bilərsiniz. Bu çox önəmlidir ki, o həmin bilirsiniz, ürəyinizdə olan niyyət, istək, enerji o öz yerini tapsın. Поэтому qızlar, sizi gözləyəcəm. Aşağıda ətraflı məlumat ala bilərsiniz və Instagramda da əlbəttə ki paylaşacağım. Və siz nə etdiniz? Səhər başladı, siz suyu içdiniz, bu kağızı yeni ildə yandırırsınız və nə edirsiniz qəpiklərlə? Qəpikləri hər gün, gündə bir qəpiyi, yəni 7 qəpik ümumilikdə olacaq. Hər gün bir qəpik hərcləyirsiniz. Tam fərqi yoxdur, yol pulu, ərzaqa ya nəyəsə o qəpikləri verin. Yəni nəyəsə hərcə getsin. Bu qəpikləri parkovkaya vermək olar. Amma bu qəpiklərlə hansısa xeyriyyə etmək ehtiyac yoxdur. Misal üçün siz bununla pişik yeməyini ala bilərsiniz, kim alır. Yəni ki, nəsə hansısa ərzaqları. Amma kiməsə vermək ki, aladan xeyriyyə kimi verirsiniz, o lazım deyil. Və eyni zamanda da hər gün fərqli, yəni sizə o abarotdan verilən qəpikləri siz atırsınız kopilkaya. Bu birazcık bəli olacaq narahat bir proses, amma o enerji dövriyyəsini, o pul enerjisinin dövriyyəsini çox gözəl aktivləşdirir. Uşaqların da kopilkasına ata bilərsiniz. Bu da ola bilər. Çünki uşaqların aurası, uşaqların enerjisi çox və çox təmizdir, çox güclüdür. Onlar sizə daha da köməklik edəcək bunu aktivləşməyə. Hətta deyə bilərsiniz ki, gəl sənin üçün kopilka tutaq, nəsə üçün sənə nəsə sonra alacağıq. Və ora başlayın atmağa, elə həmin bu ritualdan başlayın, görəcəksiniz ki, uşaq, hə, istəyirəm və onun o istəyi sizin enerji kanallarınızı açmağa daha böyük köməklik edəcək. Anladıq, hər gün bir qəpiyi hərcləyirik, поэтому bura qoyun bir 20-50 qəpik ki, nəsə ala bilərsiniz. Və eyni zamanda da hər gün, o 7 gün fərqli o abarotda olan qəpiklərdən atırsınız kopilkaya. Все. Bununla sizdə bu rituallar bitdi. Hər kəsə xeyirli olsun. Sizi gözləyəcəm möcüzəli marafonda. O başlayacaq ki, ayın 29-una qədər qoşula bilərsiniz. Mən çox simvolik bir ödəniş qoydum. 30 manat. Məncə 30 manat hər kəs özü üçün layiq görə bilər. Sırf o enerji alma, vermə dövriyyəsi aktivləşsin və o pul sizdə başqa bir yerdən çıxmasın. Поэтому 30 manat məncə normaldır. Bundan da aşağı biraz gülünç ola bilərdi, amma buradan yuxarı yəqin birazcık da olsa çətin ola bilər. Поэтому ayın 29-una qədər qoşulun. Okey, bəlkə kimsə ayın 30-u alacaq maaş və heç cürə qoşula bilməsə də, yenə də qoşula bilərsiniz. Sonra bir günün içində 2 praktika edərsiniz. Все, hər şey sizin üçün xeyirli olsun. Sizə hər birinizə ürəyinizdə nə niyyət varsa, ən xeyirli anda, ən xeyirli və qısa yolla həyata keçirilsin. Öpürəm sizi, hələlik.